günləri Azərbaycanın qədim paytaxtı olan, Azərbaycanın ürəyi olan, bunu el sənətkar kimi, Dədə Qorqud Yadigarının məsuliyyəti tamamçı kimi əlində sazla mən deyirəm, Gəncə Azərbaycanın ürəyidir, döyünən ürəyidir. Bu günləri biz öyməyə haqqımız var. Ona görə ki, Gəncələr yaşayırıq, hamımız Gəncədə oluruq. Azərbaycanımızın hər yeri gözəldir. Hər bir daşı, rayonu, kəndi gözəldir. Amma Gəncəmiz həmişə mərdliyi ilə, qəhrəmanlığı ilə, Cavad xan kimi, Nizami Gəncəvi kimi, Məsədi Gəncəvi kimi, gözəl şairləri ilə, Kərəm kimi, Ziyad xan kimi belə oğullar yetişdiribdir. Bu günlərimizi mən uşaqlara üzr tutub deyirəm ki, sizin ölməyə haqqınız var. Bu salanların ölməyə haqqı var. Gəncə torpaqda yaşayırsınız. Gəncənin havasını udursunuz, Gəncənin suyunu içirsiniz. Ona görə də bizim borcumuzdur ki, keçmişimizi gələcəyimizə sazımızla, siz ki, musiqiçilər balalarımızla xalqımıza çatdıraq. Musiqi keçmişlə gələcək arasında bir köprüdür. Bunu əgər keçmişini bilmən, gələcəyini heç vaxt öyrənə bilməz. Biz babalarımızı, nənələrimizi, şairlərimizi, qəhrəmanlarımızı tanımalıyıq ki, bizi gələcəkdə tanısınlar. Ona görə də şairə yazır. Nənəm məsətini öpdüm əlindən, sevmişdən gözlərim doldu Gəncədə. Nurani, Pirani, Nizami babam, qollarım boynuma saldı Gəncədə. Yola saldı əsrləri, illəri, od yurdumun, od rəşli elləri, dilə gəldi telli sazın telləri, kərəm bir kərəmi saldı Gəncədə. Qoy qaydım o dağlara qadası, yada düşür dəli dağın arası. Demən ki, Kəlbəzəli balası, ötəli qonaq qaldı Gəncədə. İtməz müqəddəs buz, müqəddəs çörək, həsrətə, hicrana tab etməz ürək. Şirin xəyal adı bir gözəl mələk, ayrılıb Əhməndən qaldı Gəncədə. Üstadlarımıza, keçən dünyası dəyişənlər Allah rəhmət eləsin, sizə can sağlığı, yaşasın Gəncəmiz, bu günlərin gözəl şəhərlərlə. Biz neçə dəfələr ki, saz ansamblımızdan Azərbaycanımızın bayrağını qaldırmışıq müəyyən şəhərlərdə, ölkələrdə. Ona görə də bu günləri istəyir ki, bu gün bizə bəxş edən Azərbaycanın qurucusu, memarı olan Heydər babamın biz ona bir şeir yazmışıq, onu oxuyacaq. Ümumi liderimizin özünə təsadüf edib 102 illik ömrünün görə. Ona görə biz deyirik ki, həmin şeiri başlayacaq.